Salam dostlar. Deməli, baxın, hər səhər bu priboyla üzləşirəm. Bir də mühərrikdə ön tərəfdən yağ axıtma var. Bu günləri gedirəm onu düzəltdirməyə. Və maşın da gördüyünüz kimi də səhərlər belə işləyir. İndi onun da üzərində işləməyə çalışacağım. Prosta hərəki vəziyyət o qədər yaxşı deyil. Maddi sıxıntılar var deyə çox da yaxşı maşına baxa bilmirəm. Amma yavaş-yavaş çalışacağım ki, maşını hazır edeyim, düzəltdirim. Bunu gətirmişəm sexə. Birazdan açıb sökəcəyik. Deməli, problem nədir? Yağ hardan gəlir? Bir dənə onu sizə göstərim. Baxın, motorxanaya fikir versəniz, görəsiniz, buralar bütün yağın içindədir. Buradan da aşağı gedir. Deməli, indi bu kollektor söküləcək. Yağ korpusunun altında və bir yağ filtrinin korpusunun altında sanik olmalıdır. O sanik dəyişəcək. O sanikin dəyişilməyi üçünsə burada işlə gedəcək. Bunun hamısı söküləcək. Sanik dəyişəcək, yerinə yığılacaq. Ondan sonra yağ dayanacaq. Motordakı priboy da hələ ki qalır. Bilmirəm nə məsələdir. İndi usta da baxsın, bəlkə bu usta başa düşdü. Niyə maşın belə eləyir? Hələlik bu qədər. Yağ deməli bu saniklərdən buraxırdı, quruyubdur gördüyünüz kimi. Sifariş elədim, sabah gələcək. Maşın qaldı sexdə. Sabahlarda bunlar gələcək, düzələcək. Axşam da gedib maşını götürəcəm. Ondan sonra görək nə effekt verəcək. Deməli dostlarım, maşını düzəltdirdim, çıxartdım. Yağ axıdan yeri düzəldi, ancaq priboy düzəlmədi. Usta biraz baxdı, bəzi şlankaları falan dəyişdi, ancaq priboy yerində qaldı. İndi kompüterə aparıb saldırasıyam. Zazalıya, Zaurun yanına gedirəm. Yəqin ki 90% düşündüyüm odur ki, burada maşın saxlayanlar dəyişətdir. 90% düşündüyüm odur ki, maşında ya hansısa sveçkada problem var, ya da farsunkalarda. İndi gedək görək nə olacaq. Çünki priboy da artdı, əksinə. İndi görürsünüz, qaz verirəm, maşın demək olar ki, getmir. Çəkim itirdi. Sanki boğulur avtomobil. Neyse, gedək görək başımıza nə iş gəlir. Deməli, peşkom qayıdıram evə. Maşında problemin nə olduğunu, priboyun nə verdiyi hələ ki dəqiq məlum deyil. Maşın qoydum ustanın yanında, elektrikanın yanında. Yoxlayıb sabahlar deyəcəklər. Nətər düzəlir, nəyi düzəlməlidir. Silindirlər də aşıbqa verir, hamısı da bu prokladka dəyişəndən sonra oldu. Prokladka deyəndə yəni sanika dəyişəndən sonra oldu. Kollektor söküləndən sonra. Bir ustaya getsən deyir sveçadandır, birinə getsən babindəndir, biri silindirdən deyir. Hələ ki məlum deyil problem nədədir. Əsas odur, sağlıq olsun, qalan hamısı düzələndi. Problemi həll edə bilməmişik. Hələ də eyni problem qalır. Maşın titrəyir. Priboy işləyir. İndi gedirik, təzən kollektoru sökəcəyik.
Çünki aşıqada göstərir, xətada göstərir ki, hansısa farsonkanın şnurunda xəta göstərir. Sırf nə silindir, nə farsonka yox, sırf şnuru göstərir. Birinci şnuru yoxlayacaq. Şnurdan olmasa ehtimal çox yüksəkdir ki, farsonkanın özündən olsun. İndi gedək görək nə göstərir bugünkü macəramız. Ustalarla ucu bıratma olmuş konkret. Gedirəm Zazalıya Zaurun yanına. Stekeri taftıq açdıq, o farsonkanı göstərdi işləyəcək. Bunda ancaq elə bir problem göstərmir. İndi yenidən kompüterə salacaq. Görək nə çıxır. Burada dəyməsə məlum verir. Sökməsə. Sən də açar üstündədir. Ha. Buradan girək baxaq, görək nəsə göstərir. Ford Foot. Oksigen lamba false göstərir, o da buradan sönmüş, yəqin ona görə göstərir. Bizim axtardığımız budur. Bu kodda olan aşıqqadır. Görək nə çıxır. Burada da belə mənşəyi bəlli olmayan bir Opel var. Modelini bilmirəm. Bilən varsa yazar, zəhmət olmasa. Salon da budur. Arkada da yeri var daha. Deməli, problem buradaymış. Toklar bir-birinə dəyirdi. İndi bunları işləyib təzən yerinə qoşacaq. İnşallah ki, bundan da düzələr. Hala bu da var. Bunda da var eyni şey. O yoxdur. Getdik. İşlərimiz davam edir. Bence burada yatacağıq. Bu gecə burada yatacağıq. Sən taldan sallaşıb yatarsan Sarı. Bunu da vurdum bura. Qop burada qardaş. Nə istəyirsən? Elə bir sıçan kleyi vururlar bunun şeyinə. Zavodda. Yox, bu skoşu deyirəm. Hə. Bir kabellər söküb izolyasiya edirik. Bu yapan maşınlarında zətdə bunu belə aralayırsan, şunun başından çəksən, qırılır qalır işləyərin dalında. Şöf olun nəməsə. Nə qədər dartsın, şunurla da maşın buksirlir, qop burada başı. Şunur ortadan qırılır, amma qop. Maraqlıdır. Kollektoru yenidən yerinə yığdıq. Birazdan test eləyəcəyik. Görək də nəticə verir. Düzəltdiyimizin bir xeyri oldu mu? Deməli, düzəltdik həmin şunuru. Priboy sıfıra endi. Tam olaraq avtomobil rahatlaşdı. İndi də sürüb yoxlayıram. Artıq heç bir priboy yoxdur. Baxın, gördüyünüz kimi sürət falan rahat artır. Bugünlük də bu qədər.
problemimiz Farsunkanın şunları idi. Şükürler olsun ki düzeldi. Çok rahat, çok yaxşı sürətlənir. Rahat gedir. Çox şükür bu problemdən də canımızı belə qutara bildik. İndi görək gələn səfər nələrini düzəltdirə bildik. Əsas hal-hazırda mənə təkərlər lazımdır. Təzəsini almağa pul yoxdur. Yəqin ki, işləmiş təkər axtaracam. Ondan sonra da görək faralar düzəlməlidir. İşıq demək olar ki, salmır. Bir də maşının yağı dəyişməlidir. Onun da vaxtı gəlib çatıb. Xaraj hələ ki, görüləsi işlər çoxdur. Bugünlük isə bu qədər. Kanala abone olmağı unutmayın. Kanala abone olun ki, mən də bəlkə YouTube'dan nəsə qazana bildim. Avtomobilə normal pul xərcləyə bildim. Sağ olun, hələlik. Gələn görüşlərə dək. Like etməyi də unutmayın.